Allah birini çox istəsə ona Hüseyn və Kərbəlanın məhəbbətini verər. Allah şahid ol ki, dua vaxtıdır, zöhr zamanıdır. Ürəyimizi sənə təqdim edirik. Şahid ol ki, bu xalqın hər birimizin ürəyində İmam Hüseynin məhəbbəti var. İlahi, bizim bir əməlimiz yoxdur sənə təqdim eləyək. Bizim heç bir söykənəcəyimiz yoxdur. Biz heç bir əməl sahibi deyilik. Biz günah yükü ilə yüklənmişik. Bizim heç bir sənə təqdim eləyəcək əməlimiz yoxdur. Amma bir şeyə ümidimiz var. Ürəyimizin bir güşəsində Hüseynin məhəbbəti var, Zeynəbin məhəbbəti var, Əbəlfəz məhəbbəti var. Nəzər elə Aşura günü bu xəstə qəlblərimizə özün nəzər elə, bizi bağışla. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil əzəm, əl-əzzil əcəllil əkrəm və bil Hüseyni ya Allah, 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 ya Allah. İlahi, əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. İlahi, bağışlamamış bizi bu dünyadan aparma. İlahi, bu aşuranı, axırıncı aşuramız qərar vermə. İlahi, bu günün feyzindən, Şam-ı Qəriban feyzindən bizi binəsib eləmə. İlahi, o insanlar ki, evlərdən bizə qoşulublar, bu neçə gündə, elə indi evlərdən bu məclisləri izləyirlər. Onlar da bu məclisin üzvləridir. Sənə and verirəm, Seyyid-i Şühəda, İmam Hüseyn ağa ehtiramına, Babel Həvaic Həzrət Əbəlfəs hörmətinə, onların, bizim, hamımızın hacətlərimizi rəva elə. İlahi, dünya və axirətdə bizi İmam Hüseyn ağadan ayrı salma. Dünyada onun məzarının, qəbrinin ziyarətindən, qiyamətdə onun şəfaətindən bizi binəsib eləmə. İlahi, şəhidlərimizi yad edirik, onların müqəddəs ruhunu bugün İmam Hüseyn ağaya qonaq elə. Onların ruhunu bizə duaçı qərar ver. Biz onların şəfaətindən binəsib eləmə. İlahi, yaralı əskərlərimizə, qazilərimizə şifa mərhəmət elə. Ordumuzun gücün, qüdrətin, izzətin günü gündən daha artıq elə. Azərbaycanımızın bayrağın dünyanın hər yerində uca elə. Bu xalqı, bu milləti bir-birinə mehriban elə. Bu xalqın, bu millətin düşmənlərinə fürsət vermə. Onların hamısını zəlil elə. Dünyanın hər yerində insanlara zülm eləyənlərə lənət elə. Kimlər ki bizdən dua istəyiblər, iltiması dua deyiblər, hamısının hacətlərini rəva elə. Ömrümüzün axırınacan bizə halal minnətsiz ruzi mərhəmət elə. Hər kim hər vasitə ilə İslama, müsəlmanlara, bu xalqa xidmət göstərir, dünya axirətlərini abad elə. Ürəklərimizdə nə dərdlərimiz var, dualarımız var, özün xəbərdarsan. Sən and verirəm İmam Hüseyn hörmətinə, hamımızın dərdlərimizə dərman elə. Bütün xəstələrə, nəzərdə olan xəstələrə şifayı acil mərhəmət elə. Ölənlərimizə rəhmət elə, qalanlarımıza haqqa hidayət elə. Bu xəstəliyə yoluxanların hamısına tezliklə şifa mərhəmət elə. İlahi, sən and verirəm Seyyid-i Şühədanın ehtiramına, Kərbəlasının hörmətinə.